Venezuela prezidenti Nicolas Maduro New York şəhərində Brooklyn'də yerləşən Metropolitan İstintaq Təcridxanasına gətirilib. Mərkəz TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Qeyd olunub ki, binanın qarşısında Venezuela bayraqları ilə toplaşan insanlar var imiş. Ağ Evin operativ reaksiya üzrə rəsmi hesabı mavi xalça sərilmiş, üzərində DEA ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin yazısı olan dəhlizdə qara kapşonlu köynəkdə gedən Maduro'nun videosunu paylaşıb. Videoda Maduro "Yeni iliniz mübarək" deyir. Maduro narkotiklərin və silahların saxlanılması ilə bağlı ittihamlar üzrə Manhattan Federal Məhkəməsinin hakimi qarşısına çıxarılacaq. Famoso. No, esa gente sabe que la verdad que yo